Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Şükür etmeyin fəziləti və şükür edənlərin mükafatı. Yəni bu mövzuda növbəti mövzu, yəni mövzunun içərisində müxtəlif mövzular var başlıq altında. Burada müxtəlif mövzu, burada gətirdik ki, biz necə şükür edənlərdən ola bilərik. Necə şükür edənlərdən ola bilərik. Burada gətirir bir neçə səbəblər gətirir. Burada gətirilənlərdən birincisidir ki, Allaha qarşı təqvalı olmaqla və Allaha, yəni itaətimizlə, yəni Allaha qarşı təqvalı olmaq və salih əməllər etmək, itaətli olmaq. Allah da deyir ki, وَلَقَدْ نَسَرَكُمُ اللّٰهُ بِبَدْرٍ وَأَنْتُمْ أَذِلَّةٌ فَاتَّقُوا اللّٰهَ لَعَلَّكُمْ تَشْكُرُونَ. Artıq Allah sizə yardım etdi Bədirdə, Bədir savaşında. Allah da deyir ki, artıq Bədirdə sizə Allah yardım etdi və siz zəif idiniz. Yəni sahabələr orada zəif idilər, həm sayları baxımından, həm də hazırlıqları baxımından zəif idilər. Fəttəqullaha ləalləkum təşkurun. Deyir ki, Allaha qarşı təqvalı olun ki, şükür edənlərdən olasınız deyə. Yəni həqiqətən bu onlara Allah tamam orada yardım etməsi Allah'tan onlara olan böyük bir nimət idi. Və onlara görə onlara düşürdü ki, Allah'a şükür etmələridir. Və şükür etdilər də, şək yoxdur ki. Fəinnehu, burada deyir ki, İbn-i İshaq deyir ki, fəttəquni, yəni mənə qarşı təqvalı olun, yəni nimətlərimə görə şükür edin. Sonra burada səbəblərdən ikincisi gətirir, deyir ki, qani olmaq, Allahın nimətlərinə qani olmaq və Allahın bölgüsünə razı olmaq. Burada gətirir, Peyğəmbər s.ə.v hədis gətirir, deyir ki, Peyğəmbər s.ə.v belə buyurdu, qani ol ki, insanların ən çox şükür edəni olasan. Sonra burada bir rəvayət gətirir, deyir ki, bir kişi alimlərdən birisinin yanına gedir və ona öz kasıblığından şikayət edir. Və alim ona deyir ki, sən istəyirsənmi ki, kör olasan, kör olasan və sənin amma yəni 10.000 dirhəmin olsun, 10.000 dirhəmin olsun. Kişi deyir ki, xeyr. Sonra alim deyir ki, sən istəyirsənmi ki, sən yəni lal olasan və sənin 10.000 dirhəmin olsun. Kişi deyir ki, xeyr. Və sonra soruşur, alim ona deyir ki, əgər sən istəyirsənmi ki, sən dəli olasan və sənin 10.000 dirhəmin olsun. Kişi deyir ki, xeyr. Və sonra alim deyir ki, sən istəyirsənmi ki, sənin 2 əlin və 2 ayağın kəsik olsun, amma sənin 20.000 dirhəmin olsun. Kişi deyir ki, xeyr. Alim deyir ki, utanmırsanmı? Öz Mevlana, yəni Allaha, yəni öz dostuna, yəni deyir, sən şikayət edirsən, وَلَهُ عِنْدَكَ نِعَمْكَ. Amma deyir, onun səndə yəni 50.000 dirhəmi var. 50.000, yəni demək ki, belə şey deyərək deyir ki, səndə Allahın yəni bu qədər nimətləri var, yəni utanmırsanmı? Və deyir, kişi bu səbəbdən, kişi deyir ki, Allahın özünün üzərində olan bu bol nimətlərini tanıdı, bildi, başa düşdü. Və eləcə Allah'a şükür edərək qaldı. Yəni deyir ki, öz halından razı oldu və deyir, heç kəsə, heç vaxtı yəni şikayət eləmədi bundan sonra. Və yəni başqa bir rəvayət gətirir, bir hadisəni gətirir, deyir ki, olmuş hadisə, deyir ki, bir kişi olur, Allah da onu körlüklə və 2 əlinin və 2 ayağının kəsilməyi ilə imtihan edir. Həm kör olur, həm də 2 əli və ayağı kəsilmiş halda. Deyir, onun yanına bir kişi girir, insanlardan bir nəfər onun yanına girir və onu görür ki, şükür edir adam bu halda. Həm kördür, həm də 2 əli də ayağı da yoxdur. Şükür edir. Ona deyir ki, və şükür edir və belə bir dua edir ki, Elhamdülillahillezî afani mimmen ibtela bihi gayri və faddalani ala kethîrin mimmen xalaqa tafdîla. Və belə bir dua edir ki, həmdə layiq olan yalnız Allahdır ki, mənə afiyət verdi, məndən başqasını imtihan etdiyi, yəni düçar etdiyi şeydən mənə afiyət verdi və məni bir çox insanlardan yəni üstün etdi. Yəni.
Yəni bu mənə verdikləri şeylə məni bir çox insanlardan üstün etdi. Və deyir, kişi təəccüblənir. Və kişi təəccüblənir bu adamın sözündən. Bu adamın sözündən təəccüblənir. Baxmadı, adam iki əli yoxdur, özü də kördür və iki əli də ayağı da yoxdur. Və təəccüblənir, deyir ki, sən deyir, hansı şeyə görə Allah'a həm verirsən ki? Dedi ki, ey, mən deyir Allah'a şükür edirəm, Allah mənə zikr edən dil verib, Allah mənə özündən qorxan qəlb verib və mənə səbirlərə qarşı, yəni səbirli olan bədən, bəlalara qarşı, müsibətlərə qarşı, imtihanlara qarşı səbirli olan bədən verib. Sonra burada səbəblərdən getirir ki, duha namazı. Duha namazı da çox əzəmətli bir ibadətdir. Əbu Dar radiyallahu anh'dan rəvayət olunan hədisdə Peyğəmbərin sallallahu əleyhi və səlləm belə buyurdu, deyir ki, hər gün sizdən hər birinizin üzərində, yəni hər birinizdə olan bütün oynaqları üzərində, yəni sədəqə vardır. Deyir ki, yəni onların hər oynağın üzərində, yəni sədəqə düşür də. Deyir ki, Peyğəmbərin sallallahu əleyhi və səlləm davam edərək deyir ki, hər bir Sübhanallah təsbih, yəni sədəqədir. Hər bir Elhamdülillah təhmid sədəqədir. Və hər bir təhlil la ilahe illallah sədəqədir. Və deyir, hər bir təkbir Allah Ekber kəlməsi sədəqədir. Və deyir, yaxşılıqları əmr et, buyurmaq və pisliklərdən insanları. Deyir ki, yaxşılıqları buyurmaq sədəqədir, pisliklərdən çəkinilmək sədəqədir. Və deyir, bütün bu sayılanların, yəni əvəz edir nə? İki rəkat duha namazı əvəz edir bunları. Və bu hədis haqqında o şeyx danışır, deyir ki, şeyx gətirir orada, deyir ki, niyə? Yəni səbəbini gətirir, niyə? 2 rəkat namaz, bütün bu oynaqların sədəqəsini ödəyir. Çünki deyir, namaz qılanda bütün oynaqlar hərəkət edir. Bütün oynaqlar hərəkət edir. Sonra 4-cü səbəb gətirir, deyir ki, şükür səcdələri. Bu ilə yəni biz Allah'a şükür etmiş olarıq. Əbu Bakır'dan rivayet olan hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm o deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləmə bir sevindirici xəbər gələndə deyir ki, səcdiyə gedərdi. Şükür olaraq, Allah'a şükür olaraq səcdiyə gedərdi. Sonra burada səbəblərdən gətirdiyi dua etməklə, yəni dua etməklə Muaz bin Cəbəl, Allah ondan razı olsun, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, onun əlindən tutur, Muazın əlindən tutur, deyir ki, bir gün onun əlindən tutur Muazın, deyir ki, ey Muaz, vallahi mən səni sevirəm, vallahi. Və Muaz ona cavabında deyir ki, atam, anam sənə fəda olsun ya Resulallah, mən də səni sevirəm. Mən də vallahi ki, səni sevirəm. Peyğəmbərin sallallahu əleyhi və səlləm deyir ki, mən sənə vəsiyyət edirəm ki, ey Muaz, sən hər bir namazda, yəni bu inşallah ki, təşəhhüdün sonunda salınan əvvəl, deyir ki, mən hər bir namazda, yəni namazın axırında, sonunda, yəni belə deməyi sənə vəsiyyət edirəm ki, bunu tərk etməyəsən bunu deməyi. Allahümmə a'inni alə zikrikə və şükrikə və husnə ibadətik. Allahım mənə yardım et, sənə zikr etməyə, sənə şükr etməyə və sənə gözəl ibadət etməyə. Və deyir ki, Deməli, Peyğəmbərin sallallahu əleyhi və səlləm bunu Muaz'a vəsiyyət edir. Deyir ki, Muaz da bunu sonra vəsiyyət edir Sanabihiyə. Və bu Sanabihi də vəsiyyət edir bunu Abdurrahmanə və Abdurrahman da bunu sonra vəsiyyət edir Uqba ibn Muslim buna. Yəni nə qədər əzəmətli bir duadır ki, Peyğəmbərin sallallahu əleyhi və səlləm Muaz'a vəsiyyət etdiyi üçün özü də özündən sonra Peyğəmbərin sallallahu əleyhi və səlləm özünü vəsiyyət etmişdi və bu da nəsliyə vəsiyyət etmək də sünnə olduğuna görə bu da bu sünnəyi yerinə yetirərək özündən sonra bu insanlara bunu vəsiyyət edir. Sonra başqa hədisdə gəlir İbn Abbasın rivayət olan hədisdə deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm belə dua edib deyərdi ki, Rabbi a'inni və la tu'in aleyyə. Allahım mənə yardım et, mənim əleyhimə yardım etmə. Vansurni və la tunsur aleyyə. Mənə yardım et, mənim əleyhimə yardım etmə. Vankulli və la temkur aleyyə. Mənim üçün hilə et, mənim əleyhimə hilə etmə. Yəni, özünün əleyhinə hilə olunmaqdan Allaha sığınır.
Vahdini və yəsiril hudə iləyyə. Deyir ki, mənə hidayəti məni hidayət et və hidayəti mənim üçün asanlaşdır. Və deyir ki, mənə qarşı həddi aşanlara vansurni alə mən bəğa aleyyə, mənə qarşı həddi aşanlara görə mənə yardım elə. Və cealni ləkə, deyir ki, məni sənə, yalnız sənə üçün şükür edənlərdən, çox şükür edənlərdən et. Və cealni ləkə şəkini, məni sənə şükür edənlərdən et, səni zikr edənlərdən et. Yəni, hər bir halında qorxub sənə qaydanlardan et, sənə boyun ədənlərdən et. İleykə muhbitən, əv munibən, yəni tövbə edib sənə qaydanlardan. Rabbi təqabbəl təvbəti, ey Rəbbim, tövbəmi qəbul et, vəqsil havbəti, vacib dəvəti və təbbit hüccəti. Vahdi qalbi, qəlbimi hidayət et, və səddid lisani, dilimi doğru et, vaslu səximətə qalbi, yəni qəlbimdə olan kin, külürəti, həsədi çıxart. Yəni, həqiqətən dua, insana dua edərkən, insan doğrudan da dua səbəbi ilə insan Allah'a şükür etmiş olur. Yəni, Allah'a şükür etmək asanlaşır. Sonra səbəblərdən getirirdik ki, Allahın neymətləri barədə fikirləşməklə. Yəni ki, bittəfəqur aleyni əmilləyə aleykə. Yəni, sən deyir, Allah'a şükür edənlərdən olarsan, Allahın sənin üzərinə olan neymətlərini fikirləşməklə. Çünki Allah da deyir ki, Allah axracəkum min butun ümməhətikum la ta'lamunə şeyən. Allah sizi çıxartdı analarınızın bətinlərindən heç nə bilmədiyiniz halda. Və cəalə ləkumus səmə vəl əbsara, və sizə verdi qulaqlar, gözlər və qəlblər, ürəklər verdi. Ləalləkum təşkurun. Niyə? Ki, şükür edəsiz deyə. Yəni, bu Allahın neymətləridir. Allah Teala sənə öz neymətlərini xatırlayır ki, sən Allahın neymətlərini fikirləşəsən. Yəni, sonra Yunus ibn Ubeyd rahimehullah deyir ki, bir kişiyə, hansı ki o deyir, öz halının darlığından şikayət edirdi. Ona deyir ki, sən istəyirsənmi ki, sənin bu gözlərinə görə, yəni 1000 dirhəm, 100.000 dirhəm, deyir, sənin gözlərinə görə 100.000 dirhəm versinlər. Yəni, verərsənmi də? Kişi deyir ki, xeyr, yəni vermərəm. Və ona deyir ki, sənin deyir, 2 əlin bundan ötürü 100.000 dirhəm. Kişi deyir ki, xeyr. Sonra deyir ki, 2 ayağın ondan ötürü 100.000 dirhəm. Deyir ki, xeyr. Qalə lə və dəkərəni və deyir, beləcə Allahın neymətlərini fikirləşdi. Allahın neymətlərini, ona Allahın neymətlərini xatırlatdı. Sonra ona dedi ki, yəni səndə bu qədər Allahın neymətləri var. Neçə 1000 dirhəmlərə də, yəni nə qədər bu qədər Allahın neymətləri var. 100.000 dirhəmlərə. Və deyir, sən deyir, ehtiyacını ötürü şikayət edirsən ama. Yəni bu sayılanlar Allahın sənin üzərində olan bu neymətlərini özünə xatırlatır. Çünki buna da ayə var da. Sonra deyir ki, burada buyurur, deyir ki, bu kəslərdən olmaqdan çəkin. Hansı ki, Allah onlar barəsində deyir ki, onlar Allahın neymətlərini tanıyırlar, sonra onu inkar edirlər. Və onların çoxu Allaha qarşı küfür edənlərdir. Nankörlük edənlərdir. Və sonra gətirir, deyir ki, Allahın sənin üzərində olan neymətlərini fikirləş və Allaha şükür elə. Və deyir, bax, Allahın neymətlərinə bax, sənin üzərində olan. Deyir ki, hər tərəfdən səni bürüyən neymətləri Allah Teala. Çünki Allah deyir ki, وَاِنْ تَعَدُوا نِعْمَةَ اللّٰهِ لَا تُحْصُوهَا. Əgər Allahın neymətlərini saymaya qalxsanız, saysanız, yəni sayıb qurtara bilməzsiniz. Deyir ki, bədəndə olan sağlamlıq, vətəndə olan əmin-amanlıq, geyim, yemək, havadır, sudur, səndə olan deyir, səndə dünya var, amma hiss eləmirsən. Deyir ki, həyata maliksən, lakin bilmirsən bunu. Deyir ki, Allah sənə gizlində və açıqda olan neymətlərini sənin üzərinə, yəni sərib. Deyir ki, səndə 2 göz, dil, dodaqlardır,
əllərdir, ayaqlar, yəni bu nimətləri sayır, gətirir. Yəni bunlar hamısı nimətlər deyilmi yəni? Deyir ki, asan mı bir işdir ki, sən deyir 2 ayaq üzərində gəlirsən? Yəni bu ayaq olmaya da bilər də. Və yaxud gəzə bilməzsən. Deyir 2 ayağın üzərində yəni rahat durursan. Deyir sən deyir balaca iş bilirsən deyir. Yəni gözlərin yəni rahatca yatırsan yəni gözlərin qırpıb belə deyək də rahat yatırsan. Amma bir çox insanlar var ki bu onda yoxdur. Deyir ki mədən dolur yeməkdir, dadlı yeməklər və bəzi belə yeməkləri sayır. Yəni sərin suyu içə bilirsən, rahatçılıqla. Belələr var ki müəyyən xəstəliklərdən nə yeyə bilmir, nə içə bilmir. Və beləcə də dünyasını görsən dəyişir müəyyən xəstəlik səbəbinə. Deyir ki, eşitməyin qulağın haqqında fikirləş. Deyir ki, Allah Teala sənə deyir, afiyət verib eşitməklə, yəni sənin ballıqdan, karlıqdan yəni qoruyub. Və deyir, bax, sən deyir, kör olmaqdan salamatsan. Bədənə bax, deyir, xəstəlik yox, dəri xəstəliyi, baras, cüzam, bədən xəstəliyi, yəni dəri xəstəlikləri də var. Onlar sayır. Deyir ki, bax, deyir, ağlın yerindədir. Ağlın yerindədir. Yəni dəli olmayıbsan, ağlın getməyib. Deyir, sən deyir, təkcə, həqiqətən böyük sözdür bu. Deyir, sən deyir, təkcə istəyirsənmi ki, deyir, sənin bu gözündən ötürü sağa bir Uhud dağı qədər qızıl versinlər. Heç kəs verməz onu. Gözü verər mi? Heç kəs verməz. Deyir ki, qulağını deyir, eşitməyini satarsan mı? Yəni, çoxlu nəyə? Yəni, gümüşə. Və deyir, bərbəzəkli, parıltılı, deyək ki, bu villalara deyir, sən öz dilini satarsan mı? Və deyir, satsan, deyir, nə olacaqsan? Yəni, danışa bilməyəcəksən. Deyir ki, bütün bu şeylər, deyir, sənin deyir, bu 2 əlin, yəni ki, bu yəqut var, yəni qiymətli daşqaşlardır. Deyib, onların qarşılığında, yəni, öz əlini verərsənmi? Yəni, beləcə, demək istəyir ki, sənin üzərində Allah Taala'nın çoxlu qiymətləri var. Yəni, bunları görmək lazımdır. Sən deyir, çoxlu nimətlər içərisindəsən. Sənin üzərində çoxlu Allah Taala'nın fəzilətləri var. Amma deyir, bilmirsən. Yaşayırsan, amma deyir, yaşayırsan, yəni qəm içərisində, hüzün içərisində, narahatçılıq içində, amma deyir, sənin deyir, isti çörəyin var, sərin suyun var, rahat yatmağın var, deyir ki, lüks afiyyətin var, deyir ki, itirilən şeyləri fikirləşmə. Deyir, itirilən şeyləri fikirləşirsən, amma olandan ötürü şükür eləmirsən. Bu çox böyük sözdür. İtirilən şeyləri fikirləşirsən, deyir ki, amma olana şükür eləmirsən. Deyir ki, malın itməsinə görə bezsən, amma sənin əlində deyir, xoşbəxtçiliyin açarı var. Yəni, din. Deyir ki, Allahın sənə verdiyi bu qədər xeyirlər, sənə bəxş etdiyi bu qədər nimətlər, bu qədər şeylər, deyir ki, onları fikirləş və şükür elə. Çünki Allah deyir ki, وَفِي أَنْفُسِكُمْ أَفَلَا تُبْصِرُونَ. Sizin özünüzdə də Allahın qüdrətinə dəlalət edən bir şeylər var. Siz bunları görmürsünüz. Deyir ki, özün barəsində fikirləş. Yəni, qəlbinə bax. Yəni, yenə burada müəyyən şeyləri gətirir. İnsanın nəfəs almasıdır, bəzi şeyləri burada zikr edir. İnsanın görməsi, ciyər doldurusu belə Allahın verdiyi nimətlər. Deyir ki, yəni, bütün bu şeylər deyir ki, nimətlərdir, yəni, sənin üzərində olan nimətlər. Sonra burada səbəblərdən gətirir ki, insan nə ilə Allah'a şükür etmiş olar? Yəni, sənə bir insan yaxşılıq edirsə, ona təşəkkür etməklə. Çünki Peyğəmbər s.ə.v deyir ki, Allah'a şükür etməz o kəs ki, insanlara təşəkkür etməz. Yəni, insan bir yaxşılıq etdiyi zaman sonra başqa hədisdə deyir ki, Peyğəmbər s.ə.v rəvayət olunan deyir ki, Peyğəmbər s.ə.v deyir ki, kim sizdən bir sığınacaq istəyirsə, ona sığınacaq verin. Kim sizdən Allah üçün bir şey istəyərsə, ona verin.
Kim sizi çağırırsa onun çağrışına cevap verin. Yəni müəyyən bir köməkdir filan. Və kim sizin üçün bir yaxşılıq edərsə, deyir ki, onun yaxşılığının fəkəfiuhu, o demək ki, onun etdiyi yaxşılığın əvəzini yerinə yetirin. Fəin ləm təcidə, əgər deyir, onun yaxşılığının əvəzini verməyə bir şey tapmasanız, deyir ki, onun üçün dua edin. Ki, hətta görəsiniz ki, siz artıq onun etdiyi yaxşılığın əvəzini, təşəkkürünü artıqlaması, yəni lazımınca etdiniz. Çünki bu hədis barəsində Şeyx Hüseyin Rahmanullah bir yerdə danışır, deyir ki, yaxşılıq edənə qarşı nəsə bir hədiyyə verməkdir, bir yaxşılıq etmək, deyir ki, bu yaxşı bir əməldir. Nəyə görə? Çünki deyir, insana istərsəniz yaxşılıq olunanda insan özünü istərsəniz biraz aşağı kimi hiss edir. Ona görə əvəzində hədiyyə edəndə həm sevgidir, həm də ki, insan bu vəziyyətdən çıxır. Sonra burada getirir, deyir ki, Usame bin Zeyd'den Allah ondan her ikisine razı olsun. Peygamber sallallahu aleyhi ve sellem belə buyurdu. Sizden kime bir nefer yaxşılıq edərsə, mensuna ileyhi ma'ruf fəqalə, sizden kime bir yaxşılıq olmazsa belə deyərsə, onu yaxşılıq edənə ki, cezakallahu xeyran, Allah səni xeyirlə mükafatlandırsın. Deyir ki, fəqad əbləğa fittənə. Artıq ona olan təşəkkürü tam şəkildə yerinə yetirmişdir. Yəni, ən azından hədiyyə edə bilmirsənsə bir şey yoxdursa, buna bu duanı elə. Və arxasınca da çoxu dualar edə bilərsən, malına bərəkətdir, belə kimi. Yəni, əsas burada gedən üzünə deməkdir. Və yəni bir şeylə özünə hədiyyə verməkdir, özünə bildiyi halda və duanda üzünə demək ki, Cəzakallah xeyran sözünü üzünə deyirsən və üzdə görür və gözəl ünsiyyətdir. Allah təala bizi haqqıyla nemətlərinə şükür edən qullarını etsin. Subhanəkallahumma və bihamdik, əşhədu en la ilahe illa ente, estağfiruke və etûbü ileyk.